İkincisi hərəkədə idi, bəli. Dil, nitq artıq inkişaf edir. İlkin. İlkin əməldə idi, bəli. İlkin Yaxşı. əməli, hə. İlkin əməldə idi, bəli. İnduktiv mühakiməyə əsaslanır. Konkret əməlli, deduktiv isə formal əməl. Formal əməldə idi, bəli, əla. Yaxşı, bəs de görün mənə, hansında idi ki, egosentrizm vardı, mən mərkəzçiliyi var idi? Egosentrizm ilkin əməllidə. İlkin əməldə idi, bəli. İlkin əməldə idi. Yaxşı, bəs de görün mənə, hansı Piaget'in hansı mərhələsində idi ki, deyirdik burada qorxu sindromu var. Yumru nə görür? Deyir topdur. İlkin əməlli. İlkin əməldə idi. Yaxşı. Deyirəm ki, deməli, situasiya deyəcəm, ona əsasən taparsam. Deyirəm ki, alma ağacı, almadır, nardır, bunlar payız gələndə yarpaqlarını tökürlər. Deməli, bütün meyvə ağacları payız gələndə yarpaqlarını tökür. Konkret əməli. Konkret əməli. Hansı mərhələyə uyğun idi? Piaget'in hansı mərhələsində olan şəxs bunu fikri yürüdə bilir? 7-11 yaşda konkret əməli. Konkretdə idi. Bəli, induktiv mühakimə oradaydı. Yaxşı, bəs de görün mənə, abstraktın təməli qoyulur. Hansı mərhələdə? Konkret əməli. Konkret əməldə idi. Artıq abstrakt düşünür, fərziyyələr irəli sürə bilir. Formal əməli. Formal əməldə idi, bəli. Yaxşı, bəs de görün mənə, hansı mərhələdə idi ki, Piaget'in hansı mərhələsində idi ki, deyirdi ki, atacağı addımın mümkün nəticələrini görə bilir, onlar haqqında düşünə bilir. Konkret əməli. Konkret əməldə idi, düşünmək, görə bilmək. Gələcəyi görürdü, abstrakt düşünürdü, harda? Abstrakt konkret əməldə düşünürlərdi, abstrakt. Abstraktın təməli qoyur konkretdə. Yox, formal əməldə. Formal əməldə, bəli, gələcəyi görürdü. Artıq deyir, bu addım atsam, məsələn, nəticəsi bu olacaq. Nəticəni görə bilir burada. Nəticəni görə bilirdi. Yaxşı, bəs de görün mənə, intellektləri keçmişikdə sizdən hansı intellekt tipinə sahib şəxsiyyət idi ki, deyirdik ki, burada diqqət ön plandadır. Diqqət ön plandaydı. Müzakirəni, mülahizəni sevmirlər. Danışmağı yəni sevmirlər. Fərd daxili. Xeyr. Diqqət ön planda olur, fərd daxildə. Məkan vizual. Məkan vizualdaydı da. Məkan vizualdı. Yaxşı. Məkan vizualdaydı, bəli. Yaxşı, bəs de görün mənə, hansı intellekt tipinə sahib şəxslər idi ki, məsələn, deyirəm ki, Murad dərsi oxuyur, oxuyarkən nə edir? Ayağını yerə vurur. O ritim, musiqi ritim. Ritim dediyim mən. Deyirəm, kitabı oxuyur, ayağını yerə vurur. Ritim söz işlətmədim ki. Bədən kinestetik deyirlər. Bədən kinestetik olur, bəli. Bədən kinestetik idi. Amma desəm ki, Murad dərsi oxuyur, ayağını ritmlə yerə vurur. Musiqili intellekt. Musiqi intellekt idi. Bəli, bir dənə ritm sözünə görə dəyişirdi. Məsələn, deyirəm ki, Sevinç şeiri öyrənir, amma riflə öyrənir. Bu da musiqi. Musiqi idi. Məşhur bir sual var. Məsələn, deyir ki, indi deyirəm ki, məsələn, şagird dərsi oxuyarkən qələmi nə edir? Qələmi ritmlə stula vururdu. Bu da musiqili. Musiqi intellekt olur, bəli. Amma sadəcə quru-quruya desəm ki, yəni dərsi oxuyur, əlini qələmi stula vurur. O bədən kinestetik. Bədən kinestetikdə idi, bəli. Yaxşı, iş üsullarımızdan de görün mənə. Hansı iş üsulundaydı ki, deyirdik ki, burada şagirdləri iki qrupa bölürük. Bir qrup mənfi tərəflərini təhlil edir, ikinci qrup müsbət tərəflərini təhlil edirdi. Müəllim onların cavabından üçünü seçir, üçündən də bir dənə ən səmərəlisini seçirdi. 2-1. Niyə? Ən səmərəlisini seçir. Qərarlar ağacı. Qərarlar ağacı. Qərarlar ağacı iş üsulunun içərisində hansı iş üsulu yer alır? Beyin həmləsi. Beyin həmləsi idi, bəli. Yaxşı, bəs de görün mənə, beyin həmləsində hansı iş formasından istifadə olunur? Fərdi. Bir də? Cütlərlə. Cütlərlə idi? Ya da qrup. Hansıdır? Fərdi qruplarla.
Fərdi və qrupla aparılırdı. Yaxşı, bəs de görün mənə hansı iş üsulumuzda idi ki, burada da 2 qrup var idi. Daxili, xarici qrup söhbəti var idi. Daxildə 4-5 nəfər, xaricdə bütün uşaqlar var idi və lazım gələrsə yer dəyişkənliyi də ola bilərdi. Akvaryum, Akvariumdaydı, bəli. Şagirdləri fiziki cəhətdən aktiv saxlayırdı. sinif küncləri, Sinif künclərində idi, bəli. Mövzunu hər tərəfli öyrənməyə xidmət edir. 6 qrup olurdu. bulun kubu, Bulum kubundaydı. Ünsiyyət texnikasıdır. Ünsiyyət layihələrin hazırlanmasında istifadə olunur, problem həll etmədə 4 istifadə n 1 olunur. kahve, Nə 4 dedim? n 1 kahve, Sual dedim, ünsiyyət dedim. ünsiyet texnikası, Ünsiyyət texnikası hansı olur? Qızıl dairə. qızıl dairə. Qızıl dairə Sual idi. texnikası olsaydı 4 n 1 Aha, KH bəli, olardı. suallar texnikasıdır desəm olurdu. 4N1KH. Yaxşı. Bəs de görün mənə hansı iş üsulumuzda aid ki, deyirdik burada induktiv mühakiməyə əsaslanır, tapmacaya bənzəyir, yeni anlayışı müstəqil şəkildə çıxara bilir şagirdlər. Anlayışın çıxarılması, Anlayışın çıxarılmasındaydı, bəli. Dərsin əvvəlində aparsam diaqnostik qiymətləndirmə, sonunda aparsam ümumiləşdirmə kimi istifadə edə bilərdim. BIBÖ, BİBÖ-dür, klasteri, klasterdə idi. Yaxşı. Dərsin əvvəlindən sonuna kimi apara bilərəm. Refleks aparmağıma şərait yaradır. Şagirdlərdə sual tərtib etmə bacarığı formalaşır. Sokrat dialoqu, 1:45 dəqiqə yekunlaşmayan iş üsulumuz. BIBÖ, BİBÖ, aktiv cavab ver. BİBÖ idi. Yaxşı. Sual cavaba əsaslanan iş üsulumuz. Sokrat dialoqu, Sokrat dialoqundaydı, bəli. Sonra sinifdə şagirdlərin hərəkət etməsinə şərait yaradır. karusel, Karusel niyə? sinif küncləri, Sinif künclərində idi, bəli. Şagird özünü oynayır, xəttlərin qarşılayı, rollu oyun, başqasını oynayır. simulyasiya, Əksinə demədin ki? Səhv dedim mən. dedim. Özünü oynayır simulyasiya, Özünü başqasına oynayır rollu oyun. simulyasiya, başqasını oynayırsa rollu oyundur, bəli. Bəli, Yaxşı, qiymətləndirmədən de görün mənə. Kiçik summativ qiymətləndirmə kim tərəfindən keçirilir? fən müəllimi, Fən müəllimi. Kiçik summativ qiymətləndirmə keçirmə vasitələrimiz nələrdir? keçirilmə vasitələrimiz ən əsası testdir. Aha, Şifahi sorğu-sual da ola bilər, layihə işi ola bilər, nə bilim, əl işi ola bilər. aha, bəli. Yaxşı, bəs de görün mənə böyük summativ qiymətləndirmə kim tərəfindən keçirilir? Məktəb rəhbərliyi tərəfindən suallarda komissiya yaradılır, onlar hazırlayır sualları. Aha, bəli. Yaxşı, Məktəb böyük rəhbərliyi tərəfindən keçirilir. bəli, keçirilməsi məktəb rəhbərliyi tərəfindəndir. Amma sualların hazırlanması məktəb rəhbərliyi bütün fənləri bilmir, yoxsa sual hazırlayır. Həmin Komissiya fənlərə yaradılır, uyğun onlar bəli komissiya hazırlayırlar. yaradılıb, elə hazırlanır suallar. Yaxşı. Bəs de görün mənə, böyük summativ qiymətləndirmə üçün vaxt nə qədər verilir uşaqlara? 45 dəqiqə, yuxarı siniflərdə 90 dəqiqə idi. 1:45, yəni 90 dəqiqəni də əhatə edə bilərdi yuxarı siniflərdə. Yaxşı, bəs de görün mənə, hansı qiymətləndirməmiz ki, barometr rolunu oynayırdı, differensiallaşmanı təmin edirdi? Diaqnostika, Diaqnostik qiymətləndirmə idi, bəli. Deyirəm ki, şagirdlər, uşaqlar nə edir? Kompetensiyadan sualıma cavab verəcəksən. Uşaqlar öz məhəllələrində, küçələrində olan işıq lampalarının yanmadığını görürlər və bunun haqqında məktub yazırlar, müraciət edirlər ki, həmin o işıq lampaları, yəni düzəldilsin. fəal vətəndaş mövqeyi, Bəli, fəal vətəndaş mövqeyidir. Aynur voleybol oyununda, yarışda zədə almasına baxmayaraq yenə ayağa durur, oyunu davam etdirir. şəxsi sosialdır. Bəli, şəxsi sosial öyrənməyi öyrənməkdədir də. Öyrənmək. Bəli, çətinliyi olsa belə irəli gedir bu. Olsa belə Bəli. irəli gedirdi. Yaxşı. Şagirdlər hazırladıkları əl işlərini satışa çıxararaq oradan pul toplayırlar. Və həmin pulu da uşaqlar evinə bağışlayırlar. Sahibkarlıq, Sahibkarlıq edir, bəli. kompensiyası, Aha, yaxşı. Bəs de görün mənə, başqa dilləri formal, qeyri-formal öyrənmək? dillə bağlı idi, nə idi o? Kültür bilmək.
Çox dil bilmək, dosta kömək, Hə, zövcə çox müəllimə dil kömək edir. bilmək, hə. Çox dil Hə, bilməkdir. Yaxşı. adı Bəs yadımdan de çıxdı. görüm mənə təfəkkürdəndir. Məntiqi, tənqidi, yaradıcıdan indi sualıma cavab ver. Hı. Hansı təfəkkür idi ki, deyirdik ki, şagird problemi sadə yolla həll edir? Məntiqi təfəkkür. Şagird mətni oxuyur və öz fikirlərini mətndəki nümunələrlə əsaslandırır. Məntiqi təfəkkür. Hansı təfəkkürlü insanlar idi ki, boş-boş danışmırdılar. Əgər əlində dəlil yoxdursa, mühakiməsindən əl çəkirdilər. Tənqidi təfəkkür. Şagird problemi fərqli yolla, yeni yolla həll edir. Yaradıcı təfəkkür. Yaradıcı təfəkkürü idi, bəli. Deyirəm ki, Sevinç, axşamlar yemək yemək sağlamlığa ziyandır. Deyirsiniz ki, nə demək istəyirsiniz? Demək istəyirsiniz ki, mən xəstəyəm? Hə, nə idi? Ümumiləşdirmə nə idi? Boş adam. Boş adam xətası idi, bəli. Boş adam Bəli. xətası idi. Yaxşı. Bəs de görün mənə, biliyin növlərindən hansındaydı ki, deyirəm ki, hansı rəssamlarımızı tanıyırsan? Faktoloji bilik. Faktoloji bilikdir. Deyirəm ki, Sevinç, bu rəssamların adını necə yadında saxlayırsan? Metakognitiv bilik. Yaxşı. Sonra deyirəm ki, bu rəsm əsərinə münasibət bildir. Konseptual bilik. Konseptual biliyi idi, bəli. Yaxşı. Sənə bir mətn verirəm və mətni ümumiləşdirib danışırsan bilik olaraq. Konseptual bilik. Konseptual biliyi idi. Sonra deyirəm ki, Sevinç, yuxa tortu necə bişirirlər? Faktoloji. Yardımcılıqla deyəcəkdi. Prosedural bilik. Prosedural bilikdir, bəli. Yaxşı. Deyirəm ki, Sevinç, yuxa tortunun içərisinə hansı ərzaqlar gedir? Bu faktoloji bilik olacaq. Faktoloji bilikdir, bəli. Artıq ərzaqları deyirsən. Olur faktoloji bilik. Sonra Selcan. Sağ olun. Sən də sağ ol əziz. Aha. Selcan, de görün mənə. Deməli. Aynur Nuraya deyir ki, lövhəyə çıxacam. Müəllim sual verəndə yerdən mənə deyərsən, yəni o cavablardan ki, bilmədiyimi deyərsən. Aynur deyir Nuraya. Nuray da düşünür ki, qoy cavabları deyim, mən də çıxıb cavabları bilməyim də Aynur mənə deyər. İndividualizm idi, bəli. Yaxşı. Deməli, əli görür ki, hamı toplaşıb böyük bir ağac var ağacın altına. Nə baş verir? Pişik çıxıb ağaca düşə bilmir. Düşə bilmir ağacdan. Deyir ki, düşünür ki, qoy gedim o ağacdan pişiyi xilas eləyim. Hamı desin ki, əli nə güclüdür, qorxmazdır. Nə yaxşı oğlandır. Qəbul olunmaydı da, bəli. Qəbul olunmadı. Yaxşı. Bəs de görün mənə, hansı mərhələsində idi ki, məsələn, müəllim qaydanı qoyub ki, hamı dərsə vaxtında gəlməlidir, dərsdə səs salmaq olmaz, hamı məktəbli formasında gəlməlidir. Nuray görür ki, əli gecikib. Əlinin qolundan tutub aparır direktorun yanına ki, bu gecikib. Bu şeydəydi də, sosial nizamı qorumaqda elə bir... Aha, bəli, gecikən neyini deyir ki, gecikib də bu, bəli, bildirir ki, qaydaya əməl etməlidir. Hər kəs qaydaya əməl etməlidir. Yəni, qanun onlar üçün şahdır. Qaydanı sevirlər onlar. Yaxşı, de görün mənə. Nuray dərslərini oxuyur, ev tapşırıqlarını edir. Deyir, ev tapşırıqlarını etməsəm, müəllim məni danlayacaq. Orada itaət və cəzadır. Aha, bəli, itaət edir niyə? Müəllimə kəsirəm. O səlahiyyət və sosial nizamı qorumaq oldu, yoxsa sosial müqavilə? Səlahiyyət və sosial nizamı qorumaq. Qorumaq. Qoruyur da, deyir qaydanı, müəllim qayda qoyub dərsə gecikməyin, bu gecikib. Yəni deyir, niyə gecikmirsən də dərsə? Deyir, qaydaya əməl etməlidir hər kəs. Qayda var, qanun var. Deyir, qırmızı işıqda ölən olsa da keçmir. Deyir, qayda var, qanun var. Qırmızı işıqda keçmək olmaz. Məsələn, uşaqlar yolu keçmək istəyir. Murad deyir ki, mən keçmirəm. Piyada zolağından keçməliyik. Keçidlərdən istifadə etməliyik. Uşaqların hamısını götürür, aparır piyada zolağından keçirlər. Hansı olur burada?
Qaydalar, nizamı qoruyuram. Bəli, sosial nizamı qorumadır da bu qaydalara əməl edir. Deyir, qayda var, qanun var. Burada piyada zolağı yoxdur. Niyə buradan keçim ki mən? Yəni qaydaya əməl eləyir bu. Yaxşı. Bəs de görün mənə. De görün mənə. Hansı nəzəriyyəmizdə idi ki, deyirdi ki, ilk öncə yaşartmalıdır, sonra öyrənmə gəlir. Öyrənməlidir şagird. Neydi o? 4 mərhələsi var idi. Piaget. Aha, Piaget'də idi, bəli, Piaget'də idi. Hansında idi ki, ünsiyyət ön planda idi? Piaget ön plandaydı. Şeydə, Hı -hı. Qarniyer. Qarnerdə niyə olur? Ünsiyyət ön plandaydı. Deyir, təcrübəli birini öyrətməlidir sənə. Piaget. Piaget'də. Piaget'də idi, bəli. Vygotsky. Piaget Vygotsky'də. Yox, Fikrimi qarışdırdım. Vygotsky. Vygotsky'də. Piaget deyir ki, yaşatmalıdır, sonra öyrənmə gəlməlidir. Amma Vygotsky deyir mən belə ki, bilmirəm. təcrübəli biri olmalı da, ünsiyyət qurmalıdır ki, öyrənsin. Skafın büyüktü. Bəli, skafologiya, müzəkkəti dayaq olmalıdır. Necə? Üslub bilirəm, hansın qaydaları bilirəm. Sadəcə adlarla yadında Adın qalmadı əzbərliyin, deyə. çalışın əzbərliyin. Əzbərliyin. Axırda ümumiləşdirib yazacağam. Hansı nəzəriyyəsi var, aşağıda yazacağam. Aha, mütləq qeyd elə. Sual verirsə qeyd elə. Yaxşı, bəs de görün mənə, Piaget'in hansı mərhələsində idi ki, deyirdik ki, burada abstraktın təməli qoyulur. Təməli qoyulursa konkret təməldir. Konkretdə idi. Artıq abstrakt düşünür, fərziyələr irəli sürür, Deduktiv düşünür. Formalda. formaldaydı, bəli. İnklüziv təhsil nə idi? İnklusiv təhsil sağlamlıq məhdudu olan uşaqlarla işləmək. Fiziki, psixi, emosional, bəli, SIM deyil, sağlamlıq imkanları məhdud şagirdlərin cəmiyyətə adaptasiyasıdır inklüziv təhsil, bəli. Hər sinifdə nə qədər inklüziv şagird olmalı idi? 3-4 şagirdlər olmalı idi. 3-4 olmalı idi. İnklüziv şagirdlərlə işləmək üçün müəllimlər nəyə cəlb olunmalı idi? Təlimlərə cəlb olunmalı idi. Bəs fasilitator kimdir? Prosesi idarə edən şəxs. Aha, yaxşı. Bəs de görün mənə, fasilitator müəllimin rolu nə idi, rol? BMT, bələdçi müəllim, Aha, sonra məlumatla təmin edən, bir də tədqiqatçı müəllim. tədqiqatçı müəllim idi, bəli. Yaxşı. Bəs de görün mənə, sonra keçdiklərimizdən. Hansı düşünmə formasındaydı ki? Deyirdim ki, Lalə testi oxuyarkən səsli şəkildə oxumasa testi həll edə bilmir. Düşünmə formalarından. Verbal düşünmədə. Verbaldaydı, bəli. Müəllim mövzunu izah edir, mühazirə yolundan izah edir. Lalə başa düşmür. Müəllim video, slayd, şəkil göstərəndən sonra başa düşür, anlayır. Qeyri-verbalda. Qeyri-verbaldaydı, bəli. Yaxşı. Birinci addımı atmasan, ikincini atmaq mümkün deyil. Ardıcıllıq şərtdir, önəmlidir. Ardıcıllıqda tutur. Ardıcıl düşünmədə idi, bəli. Hansındaydı ki, deyirdik ki, bunlar gələcəyi görə bilirlər. Sətraltı sözlərin mahiyyətini başa düşürdülər. Düşünmədə. Aha, düşünmə formalarımızdır. Abstrakt. Gələcəyi görə bilirlər. Abstraktdır da, bəli. Abstraktdır. Yaxşı. Bəs de görün mənə, hansı düşünmə formasındaydı ki, şagird, məsələn, atası ilə birlikdə gedir işğaldan azad olmuş ərazilərimizə, orada xəritəyə baxır, sxemə baxır, deyir ki, Cıdır düzü burada yerləşir, Şuşa burada, İsa bulağı burada yerləşir. Hansı düşünmə forması var şagirddə? Qeyri-verbal deyil. Qeyri-verbalda şəkil üzrə yaxşı izah etməyə bacarırsa qeyri-verbaldır. Qeyri-verbaldır. Coğrafiya müəllimi şagirdlərə mövzunu mühazirə üsulu ilə keçir. Düşünmə formalarından. Kimlər üçün əlverişlidir? O qulaq da, yəni eşidirlər də, bunlar nə deyirlər ona? Hansı olur? Verbal da, bayaq demədin, verbal. Verbal olur, bəli. Yaxşı. Bəs de görün mənə, müəllim şagirdlərə mövzunu xəritə üzərində izah edir.
İzah edir. Düşünmə formalarından yenə də qeyri-verbaldır da. Qeyri-verbal olur, bəli. Qeyri-verbal olur. Bəs tarladan süfrəyədək prosesi hansı təfəkkürə əsaslanır? Burada ardıcıllıq var, məntiqi təfəkkürə. Məntiqi təfəkkürə idi, bəli. Yaxşı. Şagird iki əşyanı müqayisə edir təfəkkür olaraq. Müqayisə edir, məntiqi təfəkkür. Məntiqi təfəkkür idi, bəli. Yaxşı. Sonra şagird tullantılardan yeni bir maket hazırlayır, əşya hazırlayır. Orada yaratma var da, yaradıcı təfəkkür. Yaradıcı təfəkkür idi, bəli. Yaxşı. Şagird iki əsəri müqayisə edir idrak olaraq. İdrak olaraq anlamaq. Anlamaq. İki əsəri müqayisə edir, sonra da öz deyim də nümunələri ilə izah edir. Öz sözlərlə, nümunələri ilə izah edir. Nümunələrlə fikrini bildirir. Yenə anlamaqdır da. Nümunələrlə bəli deyirsə anlamaq olur. Yaxşı. Bəs də görün mənə şagird iki əsəri müqayisə edir, ən yaxşısını seçir. Təhlil etməkdir orada. Təhlil etməkdir, bəli. Yaxşı. Şagird müəllimin verdiyi nümunəyə baxaraq nə edir? Rəsm çəkir. Anlamaqdır. Anlamaq idi. Empatiya hansı iş üsulumuzdaydı? Empatiya. Empatiya şeydə Freud modelində idi. Xeyr, empatiya var Freudda. Insert idi yoxsa? Nə deyirdik? Deyirdim ki, hava yağışlıdır. Taksi sürücüləri sevinir. Hava soyuqdur. Anam olsa deyərdi ki, əlini qalın giyin. Hansındaydı empatiya? Başqalarını düşünürdük. Olsaydı əgər belə. Aha, nə idi adı? Adın de mənə. Cisim və hadisələrə necə? Nə olardı? Nə olardı? Deyirəm nə olardı? Anam olsa nə olardı? Deyirəm. Cisim və hadisələrə. Cisim və hadisələrə müxtəlif nöqteyi nəzərdən yanaşmaqdır da burada. Hadisə canlılar da, burada canlıların düşüncəsini gətirik göz önünə. Məsələn, bəzən başqa bir dərsdə olanda, kurikulum dərsində deyirəm ki, Zülfiyə müəllim olsaydı, deyərdi ki, biz bilirik hamısını. Bizə lazım deyil təkrarçılıq. Misal üçün də bunu mən deyirəm başqa dərslərdə. Deyinirəm, onu kimi düşünürəm. Hadisə baş verib, onu kimi düşünürəm. Bəli, cisim və hadisələrə müxtəlif nöqteyi nəzərdən yanaşmaq olur. Sonra, müxtəlif cinsli elementlərin birləşməsi mənasını verirdi. Sinektika. Sinektikadaydı, bəli. Sonra, müəllim 1:45 dəqiqə ərzində bir iri mətin verir, deyir, bunu qısa şəkildə izah edir, mənimsədən iş solu. Oxuyub anlama falan, zigzag. Oxuyub anlama var idi, bəli, dinləyib anlama vardı, zigzagdaydı. Zigzagda hansı iş formasından istifadə olunur? Orada qrupla. Qrupda 4 dənə dedik, qrupa bölük. Qrupla iş formasından istifadə olunurdu. Yaxşı, bəs də görün mənə hansı iş üsulundaydı ki, deyirdik şagirdləri 3 qrupa bölürük. Ancaq o 3 qrupa bir mövzu, eyni mövzu üzrə fərqli suallar veririk. Sonra şagirdlər vərəqi bir-birinə bölüşür də, fırlayırlar, paylayır. Karuseldəydi də, dəyişirdilər. Bəli, karuseldəydi. Yaxşı. Daha çox ibtidai sinifdə aparılması deyirdi məqsədə uyğundur. Oyunlaşdırmaya bir nümunədir. Auksiyon. Auksiyon idi, bəli. Auksiyon idi. Bəs hansı təlim modelində idi ki, deyirdik burada müəllim mövzunu hissə-hissə öyrədir. Kiçik hissələrə bölərək öyrədir. Addım-addım, birbaşa. Birbaşadaydı, bəli. Yaxşı. Bəs hansı təlim modelində idi ki, deyirdik sonda mütləq məhsul olmalıdır. Modelində məhsul olmalıdır layihədə. Aha, məhsul deyəndə nə nəzərdə tutulurdu? Nəsə gedib hazırlayırdılar, gətirirdilər də, bu müddət ola bilirdi, nəsə müddət olurdu. Maket olardı, layihə ola bilərdi, esse ola bilərdi, yəni fərqi yoxdur. Yəni əllərində bir məhsul, nəticə olmur, şəkil ola bilərdi, nəticə olmalıdır əllərində. Yaxşı, bəs hansı təlim modelində idi ki? Necə? Yəni vaxtlarda çox olurdu deyə hazırlamaq. Bəli, vaxtları çox olurdu. Yəni bir yarım ili də əhatə eləyə bilərdi də layihə.
Yaxşı. Bəs hansı təlim modelində idi ki, deyirdik ki, burada sonda fikirlərini fərziyyələrlə, sözlərlə desələr də olardı. Proqnoz fərziyyələr proqnozlaşdırmadır. Proqnoz var, Fərziyyələr- problem. Problem əsaslı təlim Neydi o? modeli. Problem əsası. Deyirəm də bir dinlə. Təlim modeli. Yox, iş üsulunu qarışdırdım ya. Problem əsaslı təlim modelində idi. Hansı təlim modelində idi ki, müəllim möhkəmləndirmə edirdi? Möhkəmləndirmə edirdi 5Y-də. 5Y-də idi, bəli. Bəs hansı təlim modelinin maraq oyatmasındaydı ki, müəllim sinifə əyani vəsaitlər gətirə bilərdi, sonra videodan istifadə edə bilərdi, şəkillərdən. Bəyanı və şeydə sinxrondaydı. Sinxronda niyə olur? Motivasiya. Hədə bu motivasiya hansı təlim modelində idi? Birbaşa, 5Y, sorğu, araşdırma hansında idi? 5Y-də də 5Y-də deyil. araşdırma. Sorğuda idi. Sorğu araşdırma əsaslı təlim modelində idi, bəli. Bəs hansı təlim modelinin motivasiya mərhələsində idi ki, deyirdik ki, burada müəllim şagirdləri dərsə cəlb etmək üçün nə edir? Əvvəlki mövzulardan suallar verirdi. Keçirilən mövzulardan. Orada desəm 5 idi. 5Y idi, bəli. Bunların ikisində də var da bu maraq oyatma. Birində əyani vəsaitlər gətirir, resurs gətirir, video göstərir, şəkil göstərir. Amma 5Y-ninkində nə edirdi? Sadəcə suallar verirdi. Yəni refleks edirdi də bir növ burada. Refleksiya edirdi, bəli. Sonra Səma. Sağ olun. Sən də sağ olasın. Səma, de görün mənə, Kolbergin hansı mərhələsində idi ki, deyirdik ki, məsələn, şagird uşaq verir. Uşaq səhər durub yerini yığır, deyir, yerimi yığım, anam məni danlamasın. İtaət və cəza. İtaət və cəzadaydı o, bəli. Yaxşı. Deməli. Nuray bacısına otağını təmizləməkdə kömək edir. Deyir, sabahda sən mənə otağımı təmizləməkdə kömək edərsən. Öz mənfəətinə gedir. Aha, İndividualizm. İndividualizmdir, bəli. Yaxşı. Bəs de görün mənə. Sonra deməli, şagird dərs zamanı nə edir? Danışır. Lalə də deyir ki, dərs zamanı danışmaq olmaz. Həmin o yoldaşını sakitləşdirir. Qayda qanun başının tacıdır. Nə idi? Bəli, başının tacıdır qayda qanun. Nə idi? Səlahiyyət sosial nizamı qorumada qoruyur nizamı. Deyir, danışmaq olmaz. Qayda var, qanun var. Yaxşı. Bəs de görün mənə, müəllim uşaqlara deyir ki, dərsdən sonra qalın, sinifi təmizləyəcək. Lalə də deyir ki, müəllim, nəyə görə qalmalıyıq? Müəllim, məktəbin işçiləri var, bundan ötürü haqq alırlar. Bu bizim işimiz deyil. Sosial müqavilə. Nə idi? Sosial nizamı qorumaq. Müqavilədə isə başqa deyil. Qaydaya hamıya uyğun olmalı idi müqavilə. İndi hansı olur bu Seycan səncə? Sosial nizamı qorumaq. Öz haqqını tələb edənlər kim idi? Öz haqqını. Öz haqqını sosial müqavilə. Aha, sosial orada müqavilədə oldu. düz deyir. Niyə yanıldırsan? Düz deyirəm. Düz deyir də. Yox, mən bəs burada odur axı. Deyir ki, müəllim deyir ki uşaqlara deyir ki, dərsdən sonra qalın, sinifi təmizləyin. Təmizləyək sinifi. Lalə də deyir ki, mən niyə təmizləməliyəm ki? Məktəbin işçiləri var da, təmizləsinlər. Yəni qayda var, qanun var da. Bəli, mən öz haqqını tələb edirəm. Bəli, nə olur burada? Yəni olan iş oldu, mənim işim. Mənim işim gəlir təhsil alıb getməkdə, buna görə onlar maaş alır, pul alır, belə deyil, Lorel də deyim də. Yəni bu mənim vəzifəm deyil axı məktəbi təmizləmək. Yaxşı, bəs sonra Səma, de görün mənə, Piaget'in hansı mərhələsində idi ki, Piaget'in deyirdik ki, burada egosentrizm var, mən mərkəzçiliyi var. 2-7 yaş. Hissi, birinci nə idi? Hissi niyə olur ki? 2-7 yaş hansı idi? Hissi yox, birinci hissidir, ikinci İlkin əməli. İlkin əməlidə idi. Yaxşı, bəs de görün mənə, hansı mərhələsində idi ki, Piaget'in? Deyirdik, uşaq burada reflekslərlə öyrənir, yəni reflekslərlə öyrənirdi. Ayrılıq sindromu yaşayırdı.
Bu 0-2 yaş hissə mənim. Aha, hissə əməlidir. Hissə hərəkəti idi, bəli. Yaxşı. Bəs Piaget'in hansı mərhələsində idi ki, deyirdik dünyanı öz gözlərindən görürlər. Bu da ikinci. Hansı o İlkin. ikincinin adı? İlkin əməli. 2-7 yaş. Sual necə idi? Təkrara görüm. Öz gözlərində görürlər. Dünyanı bəli öz gözlərindən görürlər, ilkin əməllər idi. Yaxşı. Bəs de görün mənə iş formalarından deyək. İş formalarından hansındaydı ki, deyirdik ki, zəif şagird güclü şagirddən öyrənir. Cütlərlə. Şagirdlərdən birinin fəaliyyətə cəlb olunmaması ola bilərdi. Nə? İş forması. Qrupla. Qrupdaydı, bəli. Daha çox kreativ, yaradıcı fikirlər ön planda idi. Qrupla. Qrupdaydı, bəli. Yaxşı. Bu iş forması, təlim forması ona görə əhəmiyyətli idi ki, müəllim üçün. Deməli, şagirdin nəyi bilib bilmədiyini, yəni mövzunu nə dərəcədə anladığını ölçə bilirdi. Fərdi. Fərdi də idi, bəli. Zəif, utanqac, pasiv şagirdlər fəaliyyətdən geri qalırdı. Bütün siniflə. Bütün siniflə idi. Hansı qiymətləndirməmizdir ki, 3-5 ildən bir aparılır? Beynəlxalq. Bir Bir də də məktəb. Bir də Milli. milli Milli, hə, qiymətləndirmədə beynəlxalq və milli qiymətləndirmə idi. Bəli. Yaxşı. Məktəb daxili qiymətləndirmə neçə yer ayrılır özü? Məktəb daxili qiymətlə 3 yerə. Aha, hansılardır? Diaqnostik, summativ, formativ. Diaqnostik, summativ, formativ idi, bəli. Diaqnostik qiymətləndirməni nə zaman keçirdirik? İlin əvvəlində, şagird sinifini dəyişəndə, müəllim başqa məktəbə gedəndə, Aha, sinifdən sinifə keçəndə. bəli, sinifdən sinifə keçəndə edirdik. Yaxşı. Bəs de görün mənə. Hansı qiymətləndirməmizdir? Dedik ki, DİM tərəfindən keçirilir. DİM tərəfindən 9-11-ci sinif şagirdlər arasında. Bəli, Yekun qiymətləndirmə idi, bəli. Yaxşı. Təlim modellərimizdən hansındaydı ki, deyirdik müəllimlə şagird canlı ünsiyyətdə olur. Yəni müəllim sual verəndə anında cavab tapa bilir, şagird suala anında cavab tapa bilirdi. Sinxron. Sinxrondaydı, bəli. Uşaqlara deyirəm ki, qarşıdan Heydər Əliyevin doğum günü gəlir. Sonra Gül bayramımız gəlir. Buna aid əl işləri hazırlayıb gətirərsiniz. Ayın məsələn də 10-unda məktəbdə tədbirimiz olacaq. Asinxron. Asinxrondaydı, bəli. Vaxtları vardı eləmə. Aha, əyani idi. Asinxron əyanisində idi bu. Yaxşı, bəs de görün mənə. Hansındaydı ki, deyirdik müəllim həm əyani olanları, həm də onlayn qoşulanları idarə etməli idi. Hər ikisini bildim, əldə saxlamağı bacarmalı idi. Bəli. Qarışıqdır bu, hibrid idi. Hibriddə idi, bəli, hibriddə idi. Yaxşı, bəs de görün mənə. Deyirdik ki, deduktiv mühakiməyə sahib şəxslər üçün əlverişsizdir. Deduktiv mühakimə olanda bu bunun vaxtı olurdu da. Yox, vaxtı olmurdu. Hansı idi? Demək bu vaxtı olmayanlar idi, sinxron. Sinxrondaydı da, bəli. Olaraq uzun düşünürdülər, ona görə əlverişsiz idi. Atın tutun. Yox, deyim təhlil elədim də. Hə, elə mi deyirsən təxmin Etdim sırayla gedim. Yaxşı. Yox, təhlil eləyib tapdım. Aha, laf yaxşı, əla. Yaxşı, bəs de görün mənə. Hansındaydı ki, bu təlim modellərindən deyirdik ki, müstəqil öyrənə bilməyənlər üçün bu çətinlik yaradır. Bu da elə asinxron. Asinxrondaydı, bəli, asinxrondaydı. Bəs bu sinxron təlim modelinin belə də təşkilində, keçirilməsində nələr mənfi idi burada? Yəni nələr maneə törədə bilərdi müəllim üçün, şagird üçün? Sinxronda. Aha. Məsələn, nə olmasa, sinxronda internet, nə olarsa belə deyək də, o keçə bilməzsiniz, məsələn, qoşula bilməzsən dərsə. İnternet olmayanda olur da. İnternetin olmaması idi. Sonra?
Sonra nə idi? Başqa nə? Əlindəki nədir? Hətta nədir bu? Vasitələr, telefon, nə Telefon, bilim. İKT-lər də telefonda, kompüterdə olmasaydı. Bəli, rəqəm Biz sistem. pandemiyada dərs keçirdik Teams-də. Şagirdin məsələn 20 şagirdsə onu qoşulurdu, onu qoşulmurdu və yaxud da 15-i qoşulmurdu, 5-i qoşulurdu. Deyirdik bala, niyə qoşulmursunuz? Nə Ya deyirdi? birinin telefonu Deyirdi internet yoxdur. Ya Telefon bir dənədir, qardaşım istifadə edir, mən girə bilmirəm. Və yaxud anam aparıb işə, telefon yoxdur da daxil olmağa. Bir də ən əsası nə idi burada? Biri də var idi. Sakit mühitin olması idi də. Hə. Ətrafında çoxlu insanlar olsa, qarma-qarışıqlıq O olsa, dərs aşınxonda da var idi. O Demək aşınxonda da olar var ki, idi. bu çatışmazlıq elə hər ikisinə də aiddir də, belə deyim. Mən test göndərmişəm. Telefonun olmasa işləyə bilərsən? Xeyr. Xeyr. İşləyə bilməzsən də. İnternetin olmasa işləyə bilərsən? Xeyr, işləyə bilməyəcəksən. Xeyr. Sonra bəstə görün mənə hansında aid ki, əyani şəkildə dərs keçirəm. Deyirəm ki, uşaqlar, material göndərmişəm, evdə baxarsınız, demirəm, nəsə hazırlayın, baxarsınız, gələn dərs gələrsiniz, müzakirə edərik. Bu da aşınxondadır. Yox. Gələn dərs Əyani dərsdəyəm indi. Deyirəm, gələrsiz? hə, sinxron, əyan dərsi sinxron. Yox, Qarışıq. qarışıqdaydı bu. da. Qarışıq deyil, qarışıq. İkisi də var, hə, ikisi də Hər var. ikisi də var, qarışıqdaydı. Hı. Asinxronda da hər ikisi var. Nədir? Hibriddə də hər ikisi var. Yəni asinxronla sinxronun qarışığıdır hibriddə. Hibridin bir dənə fərqi nə idi? Dərsdəyəm, getmişəm dərsə, baxıram ki, Lalə gəlməyib. Lalə niyə gəlməyib? Baxıram ki, əsaslı onun surətdə görüntü gəlmə yığılır. səbəbi var da Lalənin. Xəstədir, gələ bilmir. Uzaq olsun, həm ayağı Onu da sınıb, qolu qoşuram. sınıb, onu da zəng edib qoşuram dərsimə. Düzdür, indi onu müəllimlər eləmir. Deyir ki, tayda gəlmir, sayı azalıb uşağın. Yəni onu etmirlər. Yəni ona deyir heç müəllim yoxdur belə deyək. O qədər beziblər. Hə, deyirlər, tayda yaxşı ki, gəlməyib də sayı azalıb uşağın. Amma nə edirəm? Gedirəm Laləni də qoşuram dərsə. Telefonu, kompüteri qoyuram. Lalə dərsdə mən məktəbdə nə keçirəmsə sinifdə, onu dinləyir. Amma Laləni orada boş buraxmıram ha. Laləyə də suallar verirəm, Lalə ilə də maraqlanıram. Yəni elə qoşum orada öz-özünə mənə baxsın, elə deyil. Elə bir yanaşma yoxdur Keçində burada. elə şagird də yox deyə. Şagirdlərimizdən elə olanları var. Yəqin ki, olmaq istəyərlər də, prosta yəni elə bir şərait yoxdur, belə deyək. Heç müəllim sinifdəki güclə idarə edir, qaldı ki, telefondakını idarə edir. Yəni etməzlər bunu. Yaxşı. Bəs de görün mənə iş üsullarımızdan da təkrarlayaq. İş üsullarımızdan hansı idi ki, iki qrup olurdu. Bir qrup fikir təsdiq edir, digəri təksib edirdi. Formal, qeyri-formal aparılır. Ən çox arqument gətirən qrupda qalib olurdu. Deməyin, qoyun öz desin. Da deməyin. Arqument gətirir, danışır. Hansı idi o danışıq olan? Hansıydı? Yox, qərar deyil. Həmişə mən bunu bilmirəm. Mənfi müsbət də olub. Mənfi müsbət yoxdur burada. Formal, qeyri-formal aparılır da. Biri var formal. Əvvəlcə suallarımı hazırlayıram. Debatdır, bəli. Debatdır. Biri var formal. Əvvəlcə suallarımı hazırlayıram. Gedirəm sinifə suallarımı verirəm. Biri də var qeyri-formal. Hazırlıqsızam. Sual hazırlamamışam. Gedirəm dərsimi keçirəm. Nə gəldi? Hardan gəldi? Sual verirəm. Bu da olur qeyri-formal. Yaxşı. Bəs de görün mənə. Rubrik nə idi? Rubrik cədvəl. Qiymətləndirici cədvəl. Aha. Rubrik neçə elementdən ibarətdir? 3. Meyar, səviyyə. Səviyyənin Nə idi? Nə gülürsən? Səviyyənin təsviri. Təsvir. O şey mənim də yadımda qalıb. Təsviri tapıb deyə bilmirəm. Səviyyə relisi. Hə, ona görə güldünüz. Zülfiyyə müəllimənin sözü. Səviyyə relisi. Səviyyə relisi. Aha. Yaxşı. Bəs de görüm rubrikin neçə növü var? 2 növü. Holistik, analitik. Holistik sürətli, analitik addım-addım. Addım-addım yox. Yox, ardıcıl. Ardıcıl da deyil. Ayrı-ayrı. Ardıcıl da hə, çox vaxt. Ayrı-ayrı. Ayrı-ayrı. Hə, çox vaxt. Analitik A ayrı-ayrı, holistikdə S hərfi vardı. Nə idi? Sürətli qiymətləndirmə idi. Sürətli. Holistikdə bir meyar əsasən qiymətləndirirəm. Deyim də özümü yormuram da. 30 dənə şagird var, 30 dənə ayrı-ayrı meyar qoyum, özümü yormuram. Yəni bir dənə deyirəm ki, mətni məsələn düzgün oxuyub ifadə edir, təhlil edir. Yəni bu meyardan hamısını nə edirəm? Qiymətləndirirəm.
Amma Ayrıymış. bəli, o deməli, hə, Analitikdə. analitikdə nə edirəm? Hamısı üçün bir meyar edirəm. Məsələn, birinə deyirəm ki, şeiri oxuyur, jest mimikalardan istifadə edə bilmirsən. Birinə deyirəm ki, mətni oxuyursan, məsələn də mətndə durğu işarələrindən istifadə etmirsən. Yəni hamısını ayrı-ayrı meyar əsasında qiymətləndirirəm burada. Yaxşı. Leyla. Bəli. Leyla, birinci sual verdin, yuxulayırsan artıq. Mənə sual verin. Kimə? Bilmirəm. Rəna müəllimə. Leyla Sonra gözləyirsən? Yaxşı müəllimə. Rəna qoy Leyla yatsın atacağım müəllim. Leyla yatsın. Yatmaya Leyla dinlə. Yatan deyə qız deyil, qoçaqdır Leyla. Yox, Leyla qaçacaq. Qoçaq qızdır həqiqətən. Yaxşı. Rəna müəllimə, deyin görün mənə. Bəli. Bir dənə təkrarlayaq, ümumiləşdirək sizlə də. Hansı nəzəriyyətçimiz idi ki, deyirdi ki, birinci zehin inkişaf edir, sonra öyrənmə gəlir. Piaget deyildi müəllimə. Piaget deyirdi. Bəs hansı idi ki, deyirdi ki, təcrübəli biri olmalıdır. Ünsiyyət ön planda idi. O Vygotsky'dir. Vygotsky'dir, bəli, Vygotsky deyirdi. Yaxşı, bəs deyin görün mənə. Piaget'in hansı mərhələsində idi ki, deyirdi ki, burada nitq, dil inkişaf edir. İnkişaf edir. Nitqi hərəkətdə. Yox, inkişaf edib artıq. Danışır, o suallar verir. ilkin 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 əməldə idi, bəli. Yaxşı. Bəs hansında idi ki, nitqin, dilin inkişafının təməli qoyulurdu, bünövrəsi qoyulurdu? hiss hərəkətdə. Hissi hərəkədə idi, bəli. Ayrılıq Hərəkədə. sindromu var idi dedik burada. Sonra reflekslərlə, yəni reflekslərlə öyrənir. Məsələn, çaydan istidir. 100 gün denən ki, o çaydan istidir, yəni onun ağlına batmayacaq da. Əlini vurur, bilir ki, istidir, ondan sonra əlini vurmur ora. O da hərəkətdə müəllimə. Hissi hərəkədə idi, bəli. Yaxşı. Bəs deyin görün mənə, hansı mərhələ idi ki, Piaget'in? Burada egosentrizm vardı, mən mərkəzçiliyi var idi. Yəni dünyanı öz gözlərindən görürdülər. İlkin əməldə o. İlkin Yəni əməldə. elə bilirlər bunlar qırmızı rəngi sevirsə, elə hamı qırmızı rəngi sevir. İlkin əməldə idi. Yaxşı. Bəli. Bəs deyin görün mənə, induktiv mühakimə hansındaydı Piaget'də? Konkret əməldə. Aha. Bəs deduktiv mühakimə? Formal əməldə. Aha. Yaxşı. Atacaqları addımın, hərəkətin nəticələrini görə bilirdilər. Abstrakt düşünə bilirdilər. Fərziyyələr irəli sürürdülər. Formal əməldə idi. Formal əməldə idi, bəli. Artıq böyüyüblər. Dünya xanımın sözü olmasın. Artıq yekəliblər. Böyüyüblər ki, addım atarkən nəticəsini neyirlər? Görə bilirlər. Yaxşı. Bəs deyin görün mənə. Deyin görün mənə. İş üsullarımızdan hansındaydı ki, deyirdik buna hərrac deyilir. İbtidai siniflərdə aparılması daha məqsədə uyğundur. Oyunlaşdırmaya bir nümunədir. Aksiyonda idi Aksiyon müəllim. idi. Tapmacaya bənzəyir. Yeni anlayışı müstəqil şəkildə çıxara bilirlər. İnduktiv mühakiməyə əsaslanır. O anlayışın çıxarılmasıdır. Anlayışın çıxarılmasında idi. Yaxşı. Hansı iş üsulumuzdaydı ki, suallar texnikasıdır, Kipling metodu adlanırdı. Jurnalistikada, kriminologiyada istifadə edə bilərdik. O 4 Aha, HNK 4N, idi, bəli, 4N 1K H iş üsulundaydı. Bəli. Şagird mövzunu 3 dənə öyrəndiyini deyir mövzu ilə bağlı. Bugün məsələn nə keçmişəm? 3 dənə öyrəndiyini deyir. 2 dənə ona maraqlı gələni deyir. Bir dənə də qaranlıq qalanı deyir. Bulum kubunda idi müəllim o? Yox. Yoxsa? Yox. Refleksiya iş üsulumuzdur. Dərsin əvvəlində heç vaxt istifadə etmirik. Çox zaman sonunda istifadə edirik. Ortasına da istifadə edə bilərik dərsin. Adı yadımdan çıxıb müəllimə. Elə deyirəm də 3 öyrəndiyini deyir. 3-2-1. 3-2-1-dir də, bəli, 3-2-1-dir bu. Yaxşı. Bəs deyin görün mənə, hansı iş üsulumuzdur ki, deyirəm ki, Rəna müəllimə, günəş olmasaydı nə olardı? O. Hansıydı? Deyirəm də, günəş olmasaydı nə olardı? Nə olardı? Nə olardı Variant. əgər? Bəli.
Onlar da iyi. Aha, nə olardı əgərdir. Bəli, yaxşı. Bəs hansı iş üsulumuzdur ki, burada sual tərtib etmə bacarığı formalaşır şagirdlərdə. Əyləncəli iş üsullarımızdan biridir. Sonra bu iş üsulumuz tarixi şəxsiyyətlər, yazıçılar, şairlərlə bağlı şagirdlərin bildiklərini təkrarlamasına, üzə çıxarmasına şərait yaradan iş üsulumuzdur. Klass evdə idi müəllimə bu. Yox. Şagirdin Həmçinin- ya alnına, ya çiyninə kağız yapışdırırdıq. Yerdəkilərin vasitəsilə, yerdə oturan şagirdlərin vasitəsilə nə edirdi? Alnında yazılan sözü tapırdı. Mən kiməm də? Mən kiməm? Mhm. Canınız xeyir müəllim. Heç Axşamınız onu xeyir olsun. oxumamışam. Mən kiməm? Çoxdan başlayıb. Çoxdan başlayıb dərs. Kimdir soruşan? Aynur müəllimə. Aynur müəllimə yazılıb. Hə, çoxdan başlayıb Aynur müəllim. 9-dan başlamışıq. Bəs mən niyə görməmişəm? Qrup atmışdım, yəqin görməmisiniz. Sonra Rəna müəllimə deyin görün mənə. Müəllim şagirdlərə turpun nağılını keçir. Sonra da şagirdlər nə edirlər? Həmin nağılı canlandırırlar, səhnələşdirirlər. Hansı iş üsulundan istifadə edir müəllim burada? Başqasını oynayır. Bunları oxumadıqlarım da müəllimə. Rollu oyun. Rollu oyun. Niyə rollu oyunda bilirsiniz onu? Rollu oyundur. Müəllim keçir rollu turp oyun. nağılını. Neyini? Şagirdlər də səhnələşdirir. Orada babanın sözünü deyir, nənənin sözünü deyir. Başqasını oynayır, rollu oyundur. Desəm ki, Rəna müəllimi, bir günlük təhsil naziri olsaydınız, nə edərdiniz? Onda hansı iş üsulu olar? Deyirsiniz ki, mən təhsil naziri olsaydım, sertifikasiya imtahanını ləğv edərdim. Öz fikrinizi deyirsiniz. Simulyasiya olur da, bəli, simulyasiya olur. Simulyasiya olur. Yaxşı. Bəs deyin görün mənə sonra iş üsullarımızdan. Deyirdik ki, sinifdəki şagirdlərin hərəkət etməsinə şərait yaradır. Şagirdləri fiziki cəhətdən aktiv saxlayır. Sinif gücləri də. Sinif güclərində idi, bəli. Sinif güclərində idi. Yaxşı. Kompetensiyalardan deyin görün mənə. Tolerantlıq harda idi? Kompetensiyada. Tolerantlıq. Tolerantlıq harda idi? Şəxsi sosial öyrənməkdə idi. Yox. Yox. Mədəni müxtəlifliyə. Mədəni məlumatlıqda, mədəni məlumatlıqdır. Mədəni məlumatlıqda. Deyirəm ki, Rəyalə müəllimə deməli, telefondan istifadə edərək test hazırlayır. Kompetensiya olaraq. O rəqəmsalda idi. Rəqəmsal idi, bəli. Deyirəm ki, sertifikasiya imtahanı aprelin 25-i olacaq. Siz də bunu bütün müəllimlərlə paylaşırsınız. Sizdə hansı kompetensiya yoxdur? Cəmiyyət tərəfindən yox, kompetensiyalardan deyirsiniz müəllimə. Gedib axtara bilərsiniz, araşdırma edə bilərsiniz, amma etmirsiniz, sadəcə elə hamı ilə bölüşürsünüz, paylaşırsınız, statusunuzda paylaşmısınız, nə bilim, yazmısınız müəllim qrupuna ki, bəs müəllimlər, sertifikasiya imtahanı ayın 25-dən başlayır. Mənbələrdən araşdırma etmədən həmin mənim dediyim fikri siz başqalarla paylaşırsınız. Mədəniyyətlik bir şey yoxdur axı burada. Sadəcə sözdür. Mən demişəm, siz paylaşırsınız. Nə olur burada? Rəqəmsal da. Rəqəmsaldır. Niyə rəqəmsal olur? Yəni, əlində telefonun var. Sən mənbələrdən axtarış etməyə əvəzinə başqa yöndə istifadə edirsən də. Orasını fikirləşmədim. Düzdür. Bəli, başqa edirsiniz. Məsələn, deyirəm ki, sabahlarım hava şəraiti çox pis olacaq. Güclü yağış, leysan, dolu yağacaq. Siz də bunu məsələn də yaxınlarınızla paylaşırsınız, qruplarda bölüşürsünüz, insanlara məlumat verirsiniz. Hava proqnozuna baxmaq lazımdır. Bəli, nə olsun Rəyalə müəllimə deyir. Hava proqnozuna baxın, elə məlumat verin. Bəli, olur rəqəmsal. Rəqəmsal niyə olur? Yenə deyirəm, rəqəmsal ona görə olur ki, yəni nə var? Əlində telefon var, kompüter var, İKTB-də savadlığı olmalıdır ki, araşdırma edə biləsiniz. Araşdırma edirik. Bəli. Yaxşı. Seçkilərdə iştirak etmək, aksiyalarda iştirak etmək.
Fəal vətəndaş mövqeyidir bu. Fəal vətəndaş mövqeyidir, bəli. Yaxşı. Ağıllı lövhənin yaradılması, telefonun yaradılması, yolların yaradılması, binaların yaradılmasını da əlavə edə bilərik bura. Hansı kompetensiyadaydı? Bu texnoloji mühəndis nəsə belə bir şey var idi ya orada. Aha, riyazi, elmi, Riyazi, elmi, hə, riyazi, elmi elmi mühəndislikdir, texnoloji. bəli. mühəndis- Rəna müəllimə gedib neydi? sertifikasiya imtahanına getmisiniz. Deməli, imtahanda baxırsınız ki, bir suala uyğunsuzluq var. Cavabında yanlışlıq var. Gəlirsiniz evə, açırsınız kitaba baxırsınız, əmin olursunuz ki, hə, deməli 25-ci sual həqiqətən səhvdir. Sizdə hansı kompetensiya var? Savadlılıq. Niyə savadlılıq? Kitaba baxırsınız, elmdir. Hə, elmi. Riyazi, elmi, mühəndislik olsa. Riyazi, elmi. Aha. Riyazi. Desəydim ki, Rəna müəllimə məsələn də sərbəst şəkildə çox gözəl imla yazır. Hə, o savadlılıqda olardı müəllimə. Düzdür? Bəli, savadlıq kompetensiyası olardı o zaman. Savadlıq olardı. Deyirəm ki, Rəna müəllimə sertifikasiya imtahanına hazırlaşır. Rəna müəllimənin şəxsi həyatında bir çox problemlərin olmasına baxmayaraq, o neynir? Yenə də imtahana hazırlaşmağa davam edir. Şəxsi sosial öyrənməkdir. bu. Çətinlikləriniz var, amma yenə də davam edirsinizsə, bəli, şəxsi Davam sosial edir. öyrənmək Bəli, bəli. olur. Bəli. Sonra Leyla, Bəli. Çox sağ olun müəllimə. siz də sağ olun müəllimə. Leyla, de görüm mənə Kolbergin hansı mərhələsindədir ki, deməli, hansındaydı ki? Murad dərsdə öz iş yerinin səlqəliyinə cavabdeh olur. Verdiyinə təmizliyinə riayət eləyir ki, buranı öz iş yerimi təmiz saxlamalıyam. Təmiz saxlamasam müəllim dərsdən sonra məni sinifdə saxlayacaq. Buranı təmizləmək üçün. İtaət və cəzadır, bəli. Cəza almaq üçün nə edir? İtaət edir. Həmin ona itaət edir. Yaxşı. Bəs de görün mənə Murad, Elnura dərslərində kömək edir. Ki, sabah o da kömək istəyəndə Elnur ona etsin. Bu dediyim özüm amma bilmirəm mərhələnin adını. Nə ilə başlayır? Baş hərfində ilə